topluma. Bəzən bu düzgün anlaşılmır, assimilyasyon prosesləri gedir. Ya tam konservativ olurlar, yaşadıkları topluma uyum saxlamırlar, qarışmırlar, ya da assimil olurlar, o qızıl ortanı çox az tuta bilirlər. Bu baxımdan bu Ömər Seyfəddin kitabı kimi digər nəşrlərimiz həm Alman dilli toplumda, xalqlarda bizim ədəbiyyatımızın təbliği üçün gözəl şərait yaradır. Həm də orada yaşayan, Alman dilli ölkələrdə yaşayan milyonlarla türk əhali üçün gözəl bir ədəbi mənbədir. Öz dillərini, öz ədəbiyyatlarını, bu bilingual toplumlar qorusun. Orada yaşayan türklər o həm Almanca, həm türkçə kullanıb, həm dillərini qorusunlar, həm Alman dilini gəlişdirsinlər, həm öz keçmişlərinə, ədəbiyyatlarına sahib çıxa bilsinlər. Və nədən Ömər Seyfəddini seçdiniz desəniz, məncə ona görə ki, Ömər Seyfəddin hekayələrində o dövrün, yaşadığı dövrün türk həyatı, türk yaşayış tərzi tam mənada əks olunur. Çünki onun həyatı kimi, onun yaradıcılığı da çox şaxəli olmuşdu. Bu da təbii ki, onun elə həyatından oraya sezmiş bir şeydir. Ömər Seyfəddin bildiyiniz kimi 36 il cəmi ömrü yaşamışdı. Bir əskəri ailədə doğulmuşdu. Hərb okulunu bitirmişdi və sonra Bolqarıstanda müxtəlif vəzifələrdə çalışmışdı və o dövrdə o Balkan coğrafiyasında anti-türk meyillərini, hərəkətlərini görmüşdü. Balkan Birinci Dünya Savaşına qatılmışdı, orada əsir düşmüşdü. Sonra qayıdıb o mühərrirlik etmişdi, ədəbi dərnək qurmuşdu, ədəbi dərnəkdə türkçülüyü təbliğ etmişdi, qəzetəçiliklə məşğul olmuşdu və həyatının ən məhsuldar dövründə təəssüf ki, ağır xəstəliyə düşar olub, yəni ki, həyatını o dünyaya getmişdi, həyatını itirmişdi. Ömər Seyfəddin bu keşməkeçli qısa həyatı onun hekayələrində özünü